Dostum, əla bir mövzu var. Nə baş verirsə, mənim xeyrimə baş verir. Yəni sənin xeyrinə baş verir. Pis baş versə də mənim xeyrimədir, yaxşı baş versə də mənim xeyrimədir. Məsələ bilirsən nədir? Biz öz beynimizlə gözləntilər qurmuşuq bu dünyadan, reallıqdan. Bizim beynimizin ssenarisinə uyğun gəlməyəndə biz həmən bu situasiyanı neqativ kimi dəyərləndiririk. Və bu neqativ kimi dəyərləndirdiyimizə görə başlayırıq narazılıq eləməyə, narahat olmağa, situasiyanın deyinməyə, pis yerlərini fikirləşib tapmağa. Amma bir nəfəs alıb, bir diqqətlə bu situasiyaya baxanda yaxşı tərəfini görə bilərsən. Ola bilər ki, əvvəl başına gəlib belə bir şey anında narazılıq eləmsən, dəyərləndirməmsən, amma üstündən aylar, illər keçəndən sonra fırlanıb baxırsan o situasiyaya, görürsən ki, elə yaxşıdır ki, belə olub. Bu dünyada heç kim sənə pislik eləmək istəmir. Yəni, heç kim səni nakazat eləmək, cəzalandırmaq eləmək istəmir. Bunu ancaq sən özün öz beynində fikirləşirsən. Bilirsən, sənin beynin elə bilir ki, əvvəlcədən mən bunu belə fikirləşmişəm, belə də olmalıdır. Amma situasiya axırda elə olmayanda sənin beynin başlayır çılğınlaşmağa, aqressivləşməyə, sən içəridə başlayırsan əsəbləşdirməyə, günahkarlar axtarırsan, onu günahlandırırsan, bunu günahlandırırsan, amma bir sakitcə bir dayanıb baxsan, həm orada yetirilmiş səhv görərsən, həm başa düşərsən ki, bu yolla getsən, qazanmaqdan daha çox itirərdin. Bu fikir kör-körənə bir söz deyil və yaxud baxış tərzi deyil, bu həyat tərzidir. Yəni, iki insanın başına eyni situasiya gələ bilər. Biri ətrafı günahlandıra bilər, baş verənləri günahlandıra bilər, öz qanını qaralda bilər, özünü stresə sala bilər. O birisi insansa tam əksinə. Deyər ki, bu situasiya mənə nə öyrətmək istəyir, mənim harada boş problemlərim var. Mən bunu düzəltsəm daha yaxşı olacam. Mütləq şəkildə də belə baş verir. Ona görə dostum, bu məsələni bil. Əgər sən beynində ömür boyu bir sloqan eləsən, qanun eləsən, beynində bir konstitusiya eləsən ki, nə baş verirsə, mənim xeyrimə baş verir, mənim həyatımı daha da yaxşılaşdırır, bu hökmən ki, belə olacaq. Sənin məqsədin burada, bu baş verən problemlərdə yaxşı tərəfi tapmaqdır. Hökmən ki, minimum bir dənə də olsa yaxşı tərəfi var. Çoxdur yaxşı tərəfi, amma mən indi minimumu deyirəm. Yəni, bizə öyrədiblər ki, sadəcə belə qəbul edək, baş vermiş şeyi pis qəbul edək. Problem həyatımızın bir hissəsidir. Yəni, biz boş-boşuna gəlməmişik ki, bu dünyanı yaşayaq, onda bu dünyanın marağı olmazdı, istədiyimizi eləyək. Biz bu dünyaya gəlmişik ki, ruhumuzu gücləndirək, iradəmizi gücləndirək, nəfsimizi gücləndirək, Allahla olan bağlılığımızı gücləndirək. Ona görə yolunda, həyatında nəsə baş verirsə, həmən öz beyninin fikirlərinə getmə. Beynin səni neqativə çəkəcək. Pauza ver, gözlə, bax situasiya. Yaxşı tərəfləri hökmən var, o yaxşı tərəfləri gör. Belə düşündükcə sənə də rahat olacaq, həyatın da rahat olacaq. Həyatın bir maraqlı qanunu var. Rahatlıq insanı dəyişdirmir. Çətinliklər və sınaqlar insanı dəyişdirir, yaxşıya doğru. Kimi istəyirsiniz izləyin. Uğura nail olan adamlar. Heç kim rahat yerində uzana-uzana o uğura nail olmayıb. Hamı bəzi problemlərdən keçir, bəzi sınaqlardan keçib, narahatçılıqlardan keçib. Bəzi şeyləri dərk ediblər yenidən, baxış bucaqlarını dəyişiblər, Allaha olan bağlarını daha da qüvvətli ediblər. Ondan sonra onların başına yaxşı şeylər gəlməyə başlayıb. Bu həyatın qanunudur. Rahatlığından sən inkişaf eləmirsən, sən ancaq sıxılanda inkişaf eləyirsən. Ona görə dostum, həyat səni sıxırsa, sən bunu bil. Baxma, problem kimi görmə. O sıxıntıları çıxış yolu kimi gör. Sənin gələcəkdə istədiyin sən, bu problemləri bugün həll eləməlidir ki, ora getsin. Başa düşürsən? Sən daxilində inkişaf eləməlisən ki, o problemləri çözməlisən, keçməlisən və artıq bu dünya ilə danışmağı bacarmalısan ki, sən növbəti addıma gedə biləsən, növbəti level'a qalxa biləsən. Bəzən itirdiyin bir şey səni daha yaxşı bir fürsət aparır. Bəzən bağlanan qapı
Sənin üçün anında qapı bağlanmış kimi görsənə bilər. Amma bir müddətdən sonra ondan daha yaxşı qapı hökmən açılır. Həyat belə işləyir. Səbirli olmaq lazımdır, yaradana güvənmək lazımdır. Bizi bu həyata gətirən və bizi bu həyatda yanında aparan da odur və sonda bu həyatdan gedəndə də onun yanına gedəcəyik. Ona görə dostum, başına nələrsə gəlirsə, səbirli ol. Situasiyanı bax, harda səhvin var, nəyi daha yaxşı eləməlisən. Hökmən ki, burada bu sənin üçündür. İndividual olaraq sənin üçün hazırlanmış bir prosesdir. Həyat möhtəşəmdir. Sistem ideal hesablanır. Hər bir şey ideal şəkildə gedir. Sən sadəcə olaraq bunu görməlisən. Və sən beyninə qulaq asdıqca bunu görməyəcəksən. Sən pauza verməlisən, şuurunla hər şeyi izləməyə başlamalısan. Həyatla danışmağa başlamalısan. Həyat səndən danışır. Həyat səndən problemlərlə danışır. Həyata vaxtında qulaq asmayanda, həyat səndən problemlərlə danışır. Həyata vaxtında qulaq asmayanda, həyat səndən xəstəliklərlə danışır. Ona görə dostum, həyatına qulaq asmaq lazımdır. Geriyə baxanda, vaxtında biz bədbəxtlik kimi, güclü bir problem kimi gördüyümüz situasiyaların çoxsu, baxırsan ki, səni daha yaxşı eləyib. Baxırsan ki, səni daha ağıllı eləyib. Baxırsan ki, sənin həyatını daha da asanlaşdırıb. Elə də elə deyil. Əlbəttə ki, elədir. Ona görə dostum, anında beynin səni yoracaq. Beynin sənə negativ, problem, çıxılmamazlıq kimi göstərəcək bu situasiyanı. Amma bu belə deyil. Beyinə öyrətmək lazımdır ki, hər bir situasiyadan çıxış yolu var. Və hər bir situasiya səni daha da yaxşı eləyir. Həyatı daha da yaxşılaşdırır. Bu paradigmanı qəbul eləsən, bununla yaşasan, həyatın hər bir anında yaxşı olacaq. Və hər bir başa gələn problem görəcəksən ki, bu problem deyil. Bu sadəcə səni yaxşılaşdırmaq üçün, səni istədiyin yola, yerə, zirvəyə aparmaq üçün bir başa gələn bir situasiyadır ki, sən bunu eləməlisən, bir oyundakı kimi. Sən oyun oynayırsan, növbəti level'a qalxmaq üçün sən hansısa bir missiyanı keçməlisən. Nəsə problemin var, nəsə çətinliyin var, onu keçməlisən. Həyatımız da bir oyundur. Bu konsepti qəbul elə. Həyatımız oyundur. Və bu oyunda hər bir şey bizim həyatımızı və bizi yaxşılaşdırmaq üçün baş verir. Problem gələndə həmən sual verirsən. Bu problem məni böyütməyə, yaxşılaşdırmağa çalışır, yoxsa məhv eləməyə çalışır? Əlbəttə ki, böyütməyə çalışır. Məhv eləməyə çalışsaydı, heç səni bu dünyaya gətirməzdi. Heç bu dünyada nə işin var idi? Sən artıq bu dünyaya gəlmisənsə, deməli artıq sən bir qalibsən. Deməli artıq sən böyüməyə meyilli olmalısan. Sənin mental düşüncən ancaq yaxşılaşmağa və böyüməyə olmalıdır. Allaha xatir, insanlığa xatir, özünə xatir. Ona görə dostum, hər bir situasiyada özünə sual ver. Bu situasiyada məni yaxşılaşdırmaq istəyən nə var? Harda mənə Allahın lütfünü gördüm ki, bu situasiyanın alınmamağı ilə mənə kömək oldu? Bu sualları ver, buna oxşar suallar ver. Onda cavabını tapacaqsan. Yenə də təkrar edirəm. İllər əvvəl situasiyaya baxanda görürsən ki, bu situasiya səni pis eləmək üçün, sındırmaq üçün, məhv eləmək üçün gəlmədi. Səni daha da yaxşı elədi. Səni daha da güclü elədi. Səni daha da ağıllı elədi. Bəlkə də sən istədiyin yolla getsəydin, sən çox pis vəziyyətdəydin. Allah səni sevdiyinə görə, yaradan səni sevdiyinə görə, səni o görür. Bilirsən, bir moment var, çox vacib bir momentdir. Bizim beynimiz çox şeyi düz hesablaya bilir. Bizim egomuz elə bilir ki, biz hər şeyi yaxşı bilirik. Biz bildiyimizdən o tərəfəsi yoxdur, bizdən ağıllısı yoxdur. Amma yox, dostum, sənin səhvin var. Sən heç nə bilmirsən. Sən bu həyatda öyrənməyə, inkişaf eləməyə meyilli olmalısan. Sən özünü ki, dedin ki, mən hər şeyi bilirəm, onda sən degradasiya yaşayırsan, üzü aşağı gedirsən. Ona görə dostum, uşaq kimi olmaq lazımdır. Həyata böyük gözlərlə, gülərüz, bir möcüzəvi bir oyun kimi baxmaq lazımdır. Çünki bu doğrudan da belədir. İllər sonra baxıb görürsən ki, həyat sənə qarşı deyildir. Həyat səni daha yaxşı hazırlayırdı. Bu konsepti qəbul edib, bu konseptlə yaşasan, bu düşüncə tərzini öz beynivə həkk eləsən, həyatın
həmişə rahat olacaq, asan olacaq, xoş olacaq. Yaranan problemləri də gülə-gülə həll edəcəksən və biləcəksən ki, bu yaranmış problem səni daha da yaxşıya aparır. Deyir, sən əgər bilsəydin ki, 100 qarşıva gələn problemdən sonra 101-ci sənin istədiyin zirvəyə çatacaq, sən tələsərdin ki, o 100 problemi bir-bir keçəsən. Ona görə dostum, əlvi yeri yanva salma. Negativa getmə. Başa düşünəm. Həyatı boyu bizə belə öyrədiblər. Valideynlərimiz negativə köklənib. Yaxınlarımız, dostlarımız, müəllimlər, həyatda bizim üçün vacib olan adamlar hər bir situasiyanı negativ kimi qəbul ediblər. Amma zaman dəyişir. Bu dəyişilmiş zamanla sən də yaxşıya doğru dəyiş və hər bir situasiyada yaxşını görməyə başla. Biraz müdrikləş, Allahı sev, Allaha xatir addımlar at. Onda görəcəksən ki, Allah elə sənin üçün çalışır və elə belə bu dünyaya gəlməmisən.